tamaşaçılar, valideynlər və şagirdlər. Bugünkü qonağımız hörmətli ziyalı Şöhrət müəllimdir. Buyurun Şöhrət müəllim, xoş gəldiniz. Buyurun Şöhrət müəllim, özünüzü təqdim edin. Əzimov Şöhrət İntiqamoğlu, Dəmirçi Kənd Orta Məktəbinin İbtidai sinif müəllimi. Sizcə müəllim, gələcəyin müəllimi necə olacaq? Müəllim daimi öyrənən, öz üzərində çalışan olmalıdır. Pedaqogikada müəllimə gözəl bir tərif verilib, öz elmi ideyaları ilə bəşəriyyətə yol göstərən daha şəxsiyyətli müəllimdir. Müəllim daimi öz üzərində çalışmalıdır, texnoloji yeniliklərə açıq olmalıdır. Ən sevdiyimiz dərs bizim həyatımızda nəyə dəyişə bilər? Şagirdlər bütün fənləri sevməlidirlər. Tariximizi sevməsə öz tariximiz haqqında bir məlumatımız olmaz. Ədəbiyyatımızı sevməsə öz şairlərimiz, yazarlarımız haqqında məlumatımız olmaz. Şagird olaraq bütün fənləri sevməlisiniz, bütün fənləri də öyrənməyə çalışmalısınız və öyrənməlisiniz. Müəllim robot olsaydı nə baş verərdi? Robot insana çox şey öyrədə bilər, amma hər şeyi öyrədə bilməz. Bəzi hisslər var ki, o robotlarda yoxdur. Məsələn, şagirdlərə qayğı göstərir. Robotlar şagirdlərə, ümumiyyətlə insanlara vətəni sevməyi, vətənpərvər olmağı, böyüyə hörmətlə yanaşmağı öyrədə bilmir. Siz şagird olsaydınız və özünüz müəlliminiz olsaydınız, müəllim haqqında nə deyə bilərdiniz? Şöhrət müəllim haqqında nə deyə bilərsiniz? Şöhrət müəllim haqqında, mənim haqqımda əsasən şagirdlər desə daha yaxşı olar. Mən kənardan özümü şagirdlərə qədər rahat görə bilmirəm. Mən adətən çalışıram ki, tələbkar olum, bir də ədalətli olum. Əsl müəllim ədalətli olmalı, əsas müəllim ədalətli olmalı. Təhsilsiz dünya necə görünərdi? Dünya daha qaranlıq olardı, daha maraqsız olardı. Ən ali varlıq planetdə insandır. İnsan da təhsilsiz olsaydı, başqa canlılardan fərqimiz olmazdı məncə. Şöhrət müəllim, dəyərli fikirlərinizə görə çox sağ olun. Çox sağ olun, təşəkkürlər. Dərslərinizdə uğurlar arzulayıram sizə. Növbəti bölümlərdə görüşənədək.